Yaponiyada peyğəmbərlik komiksləri ilə tanınan manga Osamu Tatsuki'nin son iddiası bütün Asiyanı şoka salıb. Sənətçinin sözlərinə görə 2025-ci ilin yılında Yaponiyanı mega tsunami vuracaq. Referans Musavat Coma istinadə xəbər verir ki, Yaponiyada ictimaiyyət arasında yeni baba manga kimi tanınan və 1999-cu ildə gördüyüm gələcək mangası ilə şöhrət qazanan manga Osamu Tatsuki bu yaxınlarda ölkədə bu yay böyük tsunami fəlakəti yaşayacağını bildirib. Bəyanətləri daha əvvəl gerçəkləşən sənətçinin son iddiası nəinki Yapon xalqı, hətta turistlər arasında panikaya səbəb olub. Tatsuki deyib ki, 2025-ci ilin yulunda Yaponiyanın cənubunda dəniz qaynayacaq. Sualtı vulkan püskürməsindən sonra tsunaminin baş verəcək. Sənətçi daha əvvəl 2011-ci ilin martında böyük fəlakətin baş verəcəyini yazmışdı və həmin il martın 11-də Yaponiyada 9 bal gücündə zəlzələ, həmçinin Fukushima Atom Elektrik Stansiyasında qəza baş vermişdi.